Bir dəstə insan susuz səhrada bir ovuc adam qətlə yetirilib. Otsuz, ələfsiz, adı hələ məlum olmayan bir çöldür ki, soruşurlar, bura haradır? Bunları öldürüblər, bədənlərini qoyub gedirlər ki, bəlkə vəhşi heyvanlara yem olsunlar, qəbirlər də olmasın bunların. Heç nə, izlərini, tozlarını silsinlər. Bir dəstə əsir qadın, bir nəfər İmam Zeynalabidin çıxır, gedir orada. Bu başlanğıcı da hadisənin. İllər keçir, dəfn eləmək adam yoxdur, dəfn eləmirlər adamı, İmam Hüseyni. İllər keçir, 1000 il. 1000 il keçir zəifləməkdən. Bunun əvvəli belədirsə, sonrası lap da heç nə, yaddan çıxıb getməlidir, elə deyil. Tarix kontekstində baxıram da hadisəyə. İllər keçdikcə zəifləməkdən milyonlara çevrilir bunun zəvvarları. Bu möcüzədir ya möcüzə deyil. Bunun analogu var ya yoxdur. Bunun bənzəri var ya yoxdur. Bu qüdrətdir yoxsa yox.